Əslində bizə deyilənlər odur da. Məsəl üçün deyirlər ki, bax gözlərini yum, qarşıva gətir, gəldi, nə hiss keçirdirsən, o hissə bax, həyəcana bax. Məsələn bizə belə necə deyim sizə deyirlər ki, bax bunu belə elə günə. Amma bu yox. Burada artıq beynimiz bir müqavimət göstərir axı. Yəni o iç səsimiz danışır ki, reallıq. Bilirsiniz məsələn, bu tərz təlimlərə deyək ki, 100 nəfər qatılırsa, bir 5 nəfərində, 10 nəfərində, onda mən maksimum dedim, mən işə yarayır. Amma mən həmişə düşünürəm ki, yəni elə formalaşdırım ki, bunları, bu anlatdıqlarımı elə anladım ki, çox insan faydalansın da. Biz işə yarayanda niyə yarayır? O enerji çox məsələsidir. Çox realpərəstdirlər bəzi insanlar. Onlar çox realist deyirlər. Məsəl üçün mən terapist olaraq çox realist bir insanam. Və mənim də qarşıma hər zaman realist pasientlər çıxır adətən və realist insanlar üçün danışıram ki, bunu. Onlar videonu izləyəndə bu mənim anlatdıqlarım məntiqli gələcək ona. Amma bir insan deyir, səndə olmayan bir şey varmış ki, realist insan ilk bunu deyir. Nə danışırsan sən? Olmayan bir şey mən çıxım deyim ki, var. Həm də belə bir şey var axı. Baxın, bir zəngin insan görmüsünüz ki, çıxsın balkona çıxsın, mən zənginəm dediyini görmüşük, görməmişik. Ona görə indi mən bunu bir texnika xatirinə bunu etməyə çalışsam, mənim içimdə həmin o tərəf deyəcək ki, sən axı zəngin deyilsən. Ona görə dediyim kimi, niyyət edirəm, mən birini dedim. Məsələn, deyə bilərsən, zənginliyi seçirəm. Seçdim, burada da müqavimət olmaz. Və uğurlu olmağa qərar verdim. Anlata bildim. Burada bir dənə də əlavə bir şey deyim. İstəyirəm kəlməsindən də çox insan gələ istifadə eləməsin. Deyirlər, mən bunu istəyirəm, bunu istəyirəm. Bunun altındakı məna belədir ki, yəni mən istəyirəm, o şey məndən çox uzaqdadır. Aha. Onda necə eləyir? Bu sirdir ya. Ona görə elə... İstəyirəm deməyək. İstəyirəm yox. Nə deyək? Niyyət edənlə istəyən insan arasında fərq var. Məsələn, bir insan düşünür, qalıb dənizin kənarında. Mən dənizdə üzməyi çox istəyərdim. Mən çox istəyirəm dənizdə üzüm. Amma bir də var ki, niyyət edirəm. Niyyət edən insan artıq uca qollanan şey suyun içinə girir adam. Anladın mı? Birində prosesin içərisindəsən və onu uzaqda bilmirsən. Amma istəyirəmin altındakı enerji odur ki, o şey məndən çox uzaqdadır. Mən də istəyirəm də uğurlu olmaq. Orada bir amma olacaq, düzdür? Amma alınmır da. Amma niyyət etmək belədir ki, biz onu buraxırıq. Bu da biraz təslimiyyətdir də. Məsələn, psixologiyada buna təslimiyyət deyirlər, İslamda buna təvəkkül deyirlər. Yəni sən bir şey niyyət etdin, Allahdan istədin bunu, yaradandan istədin. Təslimiyyətə keçirsən, amma buraxmaq dediyim hissə odur. Təlqin etdin, zehnini tamam kodladın. Allah bizə kodlana bilən bir beyin verib. Sən bunu kodladın, burax da artıq. Rahat ol, gələcəyinə əmin ol. Deyir, bütün dualar qəbuldur bir şərtlə. İnanaraq et duanı. İnanmaq da nədir? Yəni təslim oldum da Allah, mən bunu istədim, bunu mənə verəcək. Biz onda nə edirik? Təslimiyyət yoxdur bizdə, təvəkkül yoxdur, buraxa bilmirik. Ağlımız davamlı o işlə məşğuldur. Duamızın qəbul olmaması, təslimiyyətimizin olmamasıdır. Otururlar, dua eləyirlər. Böyüklərimizdən biz bunu daha çox görürük. Oturub dua eləyirlər, sonra oturub verir. Necə eləyim, o pullardan çatıraq, necə eləyək biz? Burada təvəkkül var. Yəni burada inam oldu ki, Allah mənə verir. Allahın verəcəyinə inanan bir insan, o təslimiyyətdə, o təvəkküldə olan insan rahat olar. Bilər ki, bir şəkildə həll olar o. Təsəvvür edin ki, sizin oğlunuz atasından pul istəyir. Ata sabah mənə pul verərsən məktəbə gedəndə. Deyir, yaxşı, sabah məktəbə gedəndə mən sənə pul verərəm. Sizcə oğlunuz narahat olur ki, atam birdən verər, görəsən olar. İndi yerin göyün sahibi olan bir Allah var, deyir, məndən istəyin Quranda, mən sizə verərəm. Amma biz nə edirik? İstəyirik, sonra o təslimiyyət yoxdur, təvəkkülü yoxdur. İndi olmamaların da məntiqi odur. Yəni sən bir şey niyyət etdin. Bu da bir elmi duadır da, niyyət etmək, o manifestlər. Bir otursan dua edirsən, kimisi manifest edir bunu. İndi burada ikinci etapı da təslimiyyət. Yəni burax. Yazdın niyyətini, qatla bir şkafa qoy. Baxma daha ona. Mənim özümdə olub ki, mən illər əvvəl məsələn koçluq eğitimi alacağam, NLP alacağam, hipnoz alacağam belə yazmışdım. Və yadımdan çıxmışdı o. Qeyd dəftərimi vərəqləndə gördüm ki, hansı aralığa yazmışamsa, o aralıqda mən fərqində olmadan o təlimləri almışam, eğitimləri almışam. Amma davamlı mən oturub düşünsəm, davamlı ağlımı hər gün o şeylə məşğul etsəm, mən onun təzahür etməsinə həyatımda mane oluram. Çox maraqlıdır.